Yol polisindən reyd xəbərdarlığı. Havaya normadan artıq zəhərli qaz buraxan avtomobillərə qarşı geniş miqyaslı reydlər keçiriləcək. Avqustun 1-dən etibarən Dövlət Yol Polisi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə təmiz hava aylığına start verəcək. Ölkənin bütün yollarında reydlər təşkil ediləcək və avtomobilin havaya atdığı zəhərli qazların miqdarı yoxlanacaq. Baş Dövlət Yol Polisi İdarəsinin sözcüsü Kamran Əliyev sözügedən qayda pozuntusuna görə qanunvericilikdə böyük məbləğdə cərimələrin nəzərdə tutulduğunu bildirib. Sürücülər İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə müvafiq olaraq 50 manat miqdarında, fiziki şəxslər 500 manatdan 1000 manata qədər miqdarda, vəzifəli şəxslər 2500 manatdan 3500 manata qədər miqdarda, hüquqi şəxslər isə 7500 manatdan 10000 manata dək miqdarda cərimə olunacaqlar. Fiziki şəxs ola bilər ki, hansısa bir neçə belə deyək də nəqliyyat vasitəsi var, ayrı-ayrı sürücülərə verib, amma faktiki olaraq fiziki şəxs kimi fəaliyyət göstərir. Kamran Əliyev deyib ki, gələn aydan etibarən həm də texniki baxışdan keçməyən avtomobillərin sürücüləri cərimə olunacaq. Amma avtomobilin texniki baxışdan keçməsi onun yolda yoxlanılmayacağı demək deyil. İşlənmiş köhnə avtomobillərdə nəinki bir ay, bir həftəyə 10 günə də müəyyən nasazlıq yarana bilər. Adi bir yanacaq sistemində, xüsusilə də karbüratorla işləyən nəqliyyat vasitələrində bu istənilən anda yarana bilər. Yəni buna görə də sürücülər hər ehtimala qarşı bu yanacaq sistemini tənzimlətdirsinlər. Təmiz hava aylığı çərçivəsində yoxlamalar çoxlu sayda avtomobilləri olan böyük müəssisələrdə də həyata keçiriləcək.